Hə, köhnələr. Havanın sərin olmağına baxmayaraq, dedim durum gedim bağa. Nə var bu şəhərin mərkəzində? Ses, küy, əsəb. 2 addım gezirsən küçədə, vallahi adamların əsəbləri yerindən oynayır. Görürsən min cür haqsızlıqları, görürsən min cür eşşəklikləri. Halbuki hərdən deyirəm də, mən fikirləşirəm ki, eşşək çox yeri gəlsə xeyirli bir heyvandır. İnsana ancaq xeyri deyir. Halbuki o bəzi adamlar var, hansının ki, heç dili çönmür ki, onlar adam desin. Dəğəbaşı necə deyərlər? Adamın hər yerinə toxunur da, demək olar ki. Deyərsən, belə qıraqdan baxırsan, ya da savursan ki, rəhmətliklər deyirdilər. Ay dad bida. Başa düşdünüz də məni də. Dedim durum gedim Meşdağı. Arxa planda görürsünüz. Şiş burun xurmalar da yavaş-yavaş lezzetli. Bax belə. Deyirlər, hələ deymək üzərindədir. Açığı desəm sizə, 1-2 dənəsini artıq qırmışam. Deyiblər, birazdan onları nuş eləyəcəyəm. Hələ axşama da indi elə fikirləşirəm ki, neysə eləmək lazımdır. Neysə pişirmək lazımdır. Daha gəlmişəm də, indi neyniyim? Acından ölməyəcəyəm ki burada. Ona görə bir dənə yüngülbari belə dana bastırması. Necə düşsün ki? Hə, bu da ki, bax gördüyünüz kimi mənə dana bastırması üçün lazım olanlar. Soğandır, duzdur, istiyotdur, kəklik otudur. Bir də ki, əsas məsələ bu ət. Bu Ukrayna ətidir, açığı deyim sizə. Bir də ki, bu gözəl bir dənə, lezzetli bir dənə bıçaq. Allah Hikmət müəllimin canını sağ eləsin. Mənə hədiyyə eləyib bunu. Bu Ukrayna ətidir, dediyim kimi. Yəni sözsüz ki, əlbəttə ki, yəni imkan olan yerdə bizim yerli ətin yerini heç nə verməz. Yəni ki, bu Ukrayna əti bizim ətimizə belə deyək, bir balaca yaxında amma o deyir. Amma ki, indi neyini edir? Allah deyir, kasıbçılığın üzünü qara eləsin. Soğanlarımızı yarım xalqa belə doğrayırıq. O ki var, gözümüzdə yaşarır, amma tək əli bizim gözümüz soğan doğrayanda yaşarsın. Neysə itirəndə yox. Ya da ki, maksimum neysə sevinəndə gözümüz yaşarsın. Bax bu cürlə. Sonra da əndəyir belə balaca bir dənə qabın içinə. Sonra ora əndəyir belə kəklik otumuzdan. Bax belə, beləncik. Bax belə görürsünüz. Bax bu belə bestir. Bax belə. Sonra bax belə istiyotumuzu. Bax onu da bax belə. İstiyotumuzu da tökürük. Sonra da ki duzumuzu. Bax belə. Sonra da başlayırıq bax belə yaxşı bunu əzməyə. Qaçan ki, hiss elə söz ki, bax, soğan suyunu bıraxdı, hələ bu duzu da onun üçün vururuq, ki, soğan suyunu bıraxsın. Duz olmasa, soğan suyunu bıraxmayacaq. Bizə də əsas onun soğanın suyu lazımdır ki, o ətin canına işləsin, ət çəksin onun canına. Bax, beləncil eləyəndən sonra, baba görürsünüz, baba belə. Biraz, bax, belə, əlimizin altında hansı iyi olmayan, tam olmayan yağ varsa ondan ora əlavə edirsiniz. Bax belə. Bunu da mən sizə deyim nə üçün? Çünki yağ deyəndə ədvalara, nə bilim otlara, onların qoxusu, tamı yaxçı çıxır canından, keçir ətə. Ona görə yağ mütləqdir. Bax beləncik. Əti düzürsünüz əvvəlcən soğanın üstünə, amma onun altında da ət var. Sonra da ki, üstündən bir də, bax belə, soğan, yəni ki, sloy. Məndə bu dəfə ət azdır, yəni çox olsa, elə bir ki, bir neçə sloy edirsiniz də, başa düşdünüz. Və salam, sonra da qoyursunuz qalsın. Bastırmamız hazır, bəh, çəkib canlı hər şey.
Baxın buna, görürsüz? Közümüz də hazır. Necə deyərlər? Gəlin indi o bastırma ilə bu cürünə közü cütləşdirək. Hər tərəfdən 3-4 dağa. Belə qızardı. İçində bu pıqqa-pıq başladı. Ət yağlı ətdir. Yağlı ət olanda tez pişir. 3-4 dəqiqə hər tərəfdən pişirdiniz, götürün. Yəni bunun içi gərək biraz belə ləzzətli qalsın, belə rozlu gərək olsun. Baxın, işıqda göstərim sizə. Necə möhtəşəm pişib, bəh-bəh. Bir dənə iyi gəlir ki, bayaq dedim də, diyiləsi dögür. Bu da ki, steak yeyənlər üçün də, yəni də, xüsusi. Baxın, içi də belə. Medium rare. Bu qədər qəlbdən qəlbə.